İndi heç kim futbola baxmır, əllərində telefon belə, qulaqlarını eşidirlər, ya eşitmirlər. Portuqaliya bilsən nədir bilmirəm, elə bir PSG-ni gətirib qoymusan bura. Məncə 3-cü yer belə deyim də, sürpriz bir komanda ola bilər. Kim? Messi'yə Dünya Kubok borcu var idi, verdi. Məncə bir də Ronaldoya borcları var. Doğru. Tək-tük futbolçuya yaxınlaşıb şəkil çəkdirmişəm, onlardan biri də Modric. Argentina əvvəlki performansı göstərməkdə çətinlik çəkəcək. Argentina qrup lideri olmaya bilər. Dünya Kuboku mövzulu növbəti verilişimizdə xoş gördük sizi. Bugün mənim qonağım Ceyhun Rızayevdir və biz bundan əvvəlki podkastımızda Dünya Kubokunu A-dan F qrupuna qədər ümumi müzakirəsini aparmışdıq, danışmışdıq. Bugün isə Ceyhunla digər qruplar haqqında və ümumi Dünya Kuboku haqqında müzakirəmizi davam etdirəcəyik. Ceyhun, xoş gəlmisən. Xoş gördük Miraslan. Xoş gördük səni studiyamızda burada. Necə Dünya Kuboku həyəcanı var? Açığı biraz elə bir tək məndə yox, ümumi belə bizdə azarkeşlər arasında biraz sönükdür. Əvvəlki sanki o alov qığılcım yoxdur, belə həsrətlə gözləmirik. Bilməm nədəndir, bilməm bəlkə başqa qitədə keçirilir, oyunlar biraz səhər saatlarına düşəcək. Yəni insanlar qəmgindirlər. Yəni əksəriyyət insan səhər tezdən durur. Yəni normal insan axşam 11-12-də yatır, səhər 6-7-də oyanıb işə gedir. Bəlkə də bu dünya çempionatına baxa bilməməyə görə elə bir o əvvəlki ajantaj yoxdur. Mən belə hiss edirəm. Mən də onu fikirləşirəm. Məsələn, durub sən baxasan, mən ümumiyyətlə gec yatanam, 3-də 4-də yatıram. Bu dəfə elə bir ki, yatmayacağam da, bir 8-də 9-da yatacağam. Oyunlara baxıb yatacağam. mən də gözləyirəm ki, maraqlı hansı oyun olsa, həvəsim olan, ona baxacağam. Məncə də elə sən orada düzgün vurğuladın. Bax, saat məsələsi məncə biraz o həvəsi öldürüb. Biraz da necə deyim, bəlkə də Amerikada olması və s. o başqa qitədə olması dediyin kimi, onlar bəlkə həvəsi öldürüb insanlarda. Ümumilikdə bax bu Dünya Kuboku tarixdə ilk dəfə 3 fərqli ölkədə keçiriləcək və oyun sayı da artıb da. Bəli, çünki ilk dəfə 48 komanda keçirilir. 104 oyun olacaq bu dəfə və bu dəfə də formatda dəyişiklik oldu ki, 3-cü yerə çıxan ilk ən yaxşı 8 komandanın da şansı var və biz bu dəfə həddindən artıq çox oyun izləyəcəyik. Məncə bunu sırf FIFA pul qazanmaq üçün edir, marketinq. Yəni nə qədər oyun sayı çox olarsa, Oyuna pul çox gəlir. Bəli, burada bu teleyayın məsələsi var, bilet satışı var, sponsorlar gələcəklər. Yəni burada əslində bundan ən çox əziyyət çəkən futbolçu olacaq. Futbolçular. Çünki onlar yorulacaqlar, ağır mövsüm keçiriblər klublarında, istirahət üçün çox qısa müddət vaxtları olub və bu yayın istisində futbol oynayacaqlar və oyun sayı da çoxalır. Bu və bir açıqlama da gəldi ki, bu Dünya Kuboku ən isti dövrə düşəcək. Özün də gördüyündə futbolçular necə əziyyət çəkir. Mən nə vaxt idi? Bir neçə gün əvvəl Türkiyənin yoldaşlıq oyunu vardı. Artıq oradaydılar, Amerikadaydılar. O qədər isti idi ki, təsəvvür 22-ci, 23-cü dəqiqədə ilk hissənin yarısında artıq hakim su fasiləsi verdi. Hə, o dəyişildi də. Bundan sonra hər hissənin belə də birinci hissəndə 22-ci dəqiqəsində, növbəti ikinci hissəndə avtomatik 22 dəqiqəsi sonra 3 dəqiqə su fasiləsi verəcəklər məcburi olaraq. Mən bunu belə oxudum. Futbolçular 3 dəqiqə su fasiləsi. Ya isti olduğunu, adətən yox. İndi sən açıq mən bu qaydanın xəbərim yox idi. İndiyə qədər necə idi? Bu hakimin öhdəsinə buraxılırdı. Hakim görsəydi ki, hava istidir, hakim özü qərar verir ki, məsələn, su fasiləsi vermək olar yoxsa olmaz. Mən oxudum ki, bu dəfə məcburi olaraq belə bir qayda gəlib. Bilər. Nə dərəcədə düzdür bilmirəm. Başlayanda, oyunlar başlayanda biləcəyik. Dünya Kuboku ümumiyyətlə biraz şeylə də başladı, skandalla. Bəlkə də gördün, Somalili hakimi buraxmadılar Amerikaya. Gördün, oxudun onu? Mən bu gün oxudum. Deməli, Amerika ilə Somali arasında Somali vətəndaşlarının icazə yoxdur keçməyə Amerikaya. Hakim gəlib FIFA referisdə. Amerikaya buraxmırlar, qaytarıblar geri hakimi. Sonra da deyirlər ki, futbol idman siyasətdən uzaqdır. Gör ki, belə. Məsələn, İraq millisində futbolçunu 7 saat aeroportda yoxlanış məntəqəsindən buraxmayıblar. 7 saat. Aləm deyib, nə var, hansısa bir terroristə bənzədiblər bunu. Yəni futbolçunu 7 saat orada saxlayırlar. Sanki elə bir bilmirəm, bürokratik əngəldimi, nədimi, bəzi məsəl üçün futbolçuları və ya hakimləri yormaq istəyirlər. Bilmirəm. Yəni Dünya Kuboku başlamamış həqiqətən bu sensasiya. Məncə bu skandaldır. Yəni bu belə olmamalıdır. Məsələn, İran millisi demişkən, İran millisi də o viza məsələsini Türkiyədə həll elədi. Yəni Amerika vizasını Türkiyədən aldılar. Bir də bir şey də deyim, bayaq da oxudum və ehtimal var ki, səhv eləmirəmsə, ola bilər bunu səhv deyim. Amerika və İran da öz qrupunu ikinci bitirsə qarşılaşa bilər. Bu necə olar? Onsuz da 98-də qarşılaşmışdılar da. İndi bu son hadisələrdən sonra mən o oyunu baxmışdım, o oyun olmuşdu Amerika İran oyunu 98-də. Yəni bu şeylərdən sonra nə bilim
Dünya Kuboku başlamamış, biraz sensasiya ilə başlayıb, problemlərlə başlayıb. Mənim qarşımda qruplar var. İndi burada mən bəzi qeydlər aparmışam. Qrupları əzbər bilmədiyimə görə də bura qeyd etmişəm. Məsələn, G qrupudur. Bax, burada Belçika var. Yeni Zelandiya var. İran da elə burdadır. Bir də Misirdir. Misir burdadır. Qrupda Yeni Zelandiya, bu C qrupunda sənin favoritin var. Belçika, Yeni Zelandiya, İran, Misir. Orada aşkar favorit Belçikadır əlbəttə ki. Belçika daha güclüdür. Amma Yeni Zelandiya məncə orada zəifdir. Yəni açıq çox da yaxından tanımıram o. Çünki Mən də çox tanımıram. Elə bir qitədə yerləşir ki, oranın oyunlarına baxmırıq da. Misirlə İran yəqin burada ikincilik uğruna mübarizə apararlar. Misir məncə ikinci olar. Misirdə də Salah var. Marmuşdur, Salahdır. Salaha güvənəcəklər, amma Salah Liverpooldakı son dövründən sonra Salah o Salah deyil biraz. Qaldı Yeni Zelandiya dedin. Mən burada da qeyd eləmişəm. Deməli, bəlkə də görmüsən, Yeni Zelandiyanın bir futbolçusu birdən-birə məşhur oldu. Deməli bir fenomen, sosial media fenomeni video çəkir ki, Dünya Kubokunun ən tanınmış futbolçusu 4000 nə qədər Instagramda izləyicisi var. Bu video viral olur. Adı da Payne'dir, burada yazmışam. Payne'nin hal-hazırda 4 milyon izləyicisi var. Bir günə 4000 izləyicidən 4 milyona qalxdı. Yəni Yeni Zelandiya bax bununla yadımda qaldı mənim. Burada sən dedin ki, favoritin Belçikadır. Mən də favoritim Belçikadır və bu qrupun sürpriz yaradan deyirlər də, yəni gözləmədiyin nəticə yaradan Yeni Zelandiya İran arasında kim ola bilər? Ya Misir. Ya elə o bir şey Misir olar ha. Gözləmədiyimiz nəticə. Gözləmədiyimiz deyəndə ki, yenə deyirəm, mən inanmıram Misir burada məsələn qrup lideri olsun. İkincilik uğrunda Yeni Zelandiya qədər şans vermirəm. Məsələn, Misir, İran bunlar ikinci, üçüncü olacaqlar hansısa. 1, 2, hansısa 3. Sonra keçirik H qrupuna da H. Burada Ərəbistandır, Urugvaydır, İspaniyadır, Cabo Verde'dir və hansı ki Cabo Verde ilk dəfə tarixində Dünya Kubokuna qatılır. Burada təbii ki mən favoriti səndən soruşmasam belə məncə cavabını bilirik. İspaniya tək qrupun yox, ümumiyyətlə dünya çempionatının favoritlərindən biridir. Urugvay, Cənubi Amerika məktəbin birliyi həmişə yaxşı olur bu Urugvay. Yəqin burada ikinci Urugvay olur burada. Yəni. Üçüncü Ərəbistan, Cabo Verde'də tarixində ilk dəfə o təcrübəsi olmadığına görə və ümumiyyətlə necə deyim, Cabo Verde'nin heç bir şansı olmadığını düşünərək ən sonuncu olar. İspaniya ümumiyyətlə nə düşünürsən İspaniya haqqında, yəni ümumi olaraq? Mən İspanları çox bəyənirəm. Ümumiyyətlə İspan futbol fəlsəfəsini həqiqi çox sevirəm. Məsəl üçün hərdən məndən soruşurlar ki, hara azarkeş deyirsən. Mən ümumiyyətlə kluba da azarkeş deyirəm, amma məsələn Barselona oyunlarına baxmağı sevirəm. Azarkeş deyiləm amma. Sadəcə Barselona oyununa baxanda futboldan zövq alıram. Mən topla oynayan, topa sahib olan, dominant futbolu tərənnüm edən klub və yığmaları sevirəm. Ona görə də İspaniya millisi də həmişə mənim ürəyimdə bir yeri var, xüsusi yeri var. Çünki bunlar futbolu yaşadan ölkələrdən biri İspaniyadır. Ayşə, elə İspaniya demişəm, maşallah İspaniyada ən azı bir 6-7 Barselona oyunçusu var da. Mərkəzi heç demirəm. Amma Real Madriddən bu sezon heç kimi çağırmadılar. Kim çağırsın? Carvajal da uzədən idi. Heç kim. İspaniya ümumiyyətlə mənə görə elə bir komandadır ki, onun İkinci zamendə oturanlar deyir, zamendə oturan əvəzedici oyunçulardan belə ayrıca bir komanda qurub. Təbii ki, yəni seçim həqiqətən seçim çoxdur. Pedri'dir, Xavi'dir, nə bilim, gör kimlər var da, yəni Barselona'nın o beyinləri, Barselona'nın bu dəqiqə cavan nəsli və ümumiyyətlə də belə deyək, İspaniya Barselona kimi cavan nəsil yığdı, gətirdi, yəni cavan heyət qurdu və beyinləri gətirdi. İspaniya mən də qrupun favoriti görürəm. Burada oynayan şeylər var. Oyunçuları Williams qardaşları. Nico və Iñaki. Hə, tarixdə bu Dünya Kubokunda çox qardaşlar var da. Eyni Dünya Kubokundan biri də Williams qardaşlardır ki, onlar bu iki qardaş olaraq Dünya Kubokunda oynayacaqlar. Fransadır, Senegaldır, Norveçdir, İraqdır. Bayaq o İspaniya haqqında danışanda eyni sözü Fransaya da aid etmirlər. Nəinki qrupun. Mundialının favoritlərindən biridir. Bax, Norveç millisi haqqında çox danışılır. Norveç yaxşı futbol oyunur. Norveç ümumiyyətlə bu çempionatın, bu mundialın, dünya çempionatının ən böyük sensasiyalarından biri ola bilər. Necə? Məsələn, bir yarım finala qədər gedə bilər, bir üçüncü yer tuta bilər. Necə gedəcək? Mən inanmıram. Mən də inanmıram, amma ümumi mən oxuyuram da məsələn Avropa mənbələrini, Rus mənbələrini, Türk mənbələrini, mütəxəssislər Norveçi
bu turnirin ən böyük sensasiyası ola biləcək milli gözü ilə baxırlar bu komandaya. Amma bir şey də var da, Norveç xalqı, yəni Norveç tərəflər deyir də, yəni bilirsən ki, soyuq yerlərdir və onlar hal-hazırda Amerikadadılar. Amma Amerikada bu dəfə də istidir. Bu futbolçulara nə dərəcədə təsir eləyəcək? Məncə çox da təsir eləməz. Çünki o peşəkar futbol, yəni hamı eyni şərtlər altında oynayır da. Yəni ona qalsa tək Norveç soyuq deyil. Məsələn, Avropanın əksər ölkələri soyuq olur. 3-4 ay çıxsaq, indi 8-9 ay onsuz soyuq olur. Mən bir video gördüm, məşqdən Haaland ölürdü az qalsın. Məşqdə elə Haaland sonra deyir dili boğazından çıxmışdı. Hələ öyrəşmir. Yəni Haalandın dili boğazından çıxıbsa, mən əminəm ki, məsələn, başqa futbolçularda da, yəni başqa millində futbolçular, çünki şərtlər hamı üçün eynidir. Hə, bax bu bayaq qardaşlar dedi. Burada da Fransada Doué qardaşları var. Doué'nin qardaşı da fil dişi sahilində oynayacaq. Bir də ki Hernandez qardaşlarıdır. İki qardaş Dünya Kubokunda olacaq. Fransa belə deyək, Fransanın heyəti mənə görə başqadır. Ən yaxşı, bəlkə də indi bilmirəm, transfer marketə baxmaq lazımdır. Çempionatın ən dəyərli heyəti ola bilər, ən bahalı heyəti. Mən bayaq sən gəlməmişdən əvvəl mən ümumi baxdım, dünyada favorit kim göstərilir? İspaniya birinci göstərirlər, Fransanın ikinci və onun belə deyək də şansını ikinci olaraq Fransanın dəyərli. Mən çox istəyirdim kəsdə bu iki komanda Fransa ilə İspaniya finalda qarşılaşsın. Məncə dünya tarixinin ən maraqlı oynanan biri ola bilər. Ümumiyyətlə bax bayaq mən İspaniya üçün də sən dedim. İspaniya necə ki ehtiyatda olan oyunçulardan bir dənə ayrıcı komanda qurarsan, Fransada da bu güc var. Fransa ümumiyyətlə gör kimlər var da, yəni belə Dembele, Mbappe düzdür hara gedir biraz problem olur. Məsələn gedəndən sonra yaxşı olur. O qədər dəhşət belə kreativ, yaradıcı futbolçular var ki, məsələn, bir neçə futbolçu ehtiyatda qalacaq məcburiyyətdən. Və adamın məsələn cinahlarda o qədər seçim var ki, Olise, o qədər seçim var. Yəni kim oynayacaq? Adam Dembele harda oynayacaq? Hücum mərkəzdə deyək ki, Mbappe oynayacaq. Hücum mərkəzdə Mbappe oynasa, Dembele cinahda oynayacaq. Dembele yaxşı sağda oynasa, bəs Olise ehtiyatda mı qalacaq? Yəni o qədər suallar var ki, məşqçi bunu həll eləməlidir. Olise'nin ehtiyatı atmaqda bu hazırlıq oyununda dünən idi, ya nə vaxt idi? Olise'nin bir qolu var, uzaqdan vurdu. Yəni onsa Olise bu dəqiqə bəlkə dünyanın artıq ən bahalı futbolçularından birinə çevriləcək. Real Madrid istəyir. Mən Real Madrid fanatıyam burada. Yəni Allah ağzından etsin. Onu deyirəm. Məsələn Mbappe'ni mərkəzdə oynatsa, Dembele bildi ki, ya mərkəzdə oynaya bilər, ya ki sağ winger. Ay sağ ol. Yaxşı. Mbappe hücumda oynadı. Sağ winger kim oynayacaq? Ya Olise oynamalı, ya da Dembele. Onu deyirəm ki, o qədər vəziyyət qarışıqdır ki orada. Seçim alternativ çoxdur. Ay sağ ol da. Yəni bir də ki, görəsən bu bilirsən də son finalist Fransadır və hat-trick elədi də Mbappe 3 gol vurdu, amma kuboku götürə bilmədi. Burada biraz da prinsipial olacaq məncə Fransa. Heyətinin o gücünü qoyaq bir kənara, son finalistdir. Penaltilərdə uduzdular. Mbappe son hat-trick eləyəndi, yəni Dünya Kubokunda hat-trick elədi. Burada Mbappe düz Real Madriddə son dövrlər o deyil və Mbappe hardan gedirsə ora güclənir. PSG-dən getdi, PSG neynədi? İndi də gəldi Fransaya. Görəsən burada o bir lənət deyirlər, Mbappe lənəti olacağı görəsən. Sən Messi'nin Argentina millisində, Cristiano Ronaldo'nun Portuqaliya millisində çəkisi, nüfuzu nədirsə, Mbappe də Fransa millisində odur. Məsələn, oyun görüntüyə baxıram, düşərgəyə gəlir Fransa millisinin. Məşqçilərlə buna əl vermirlər. Gözləyirlər ki, birinci Mbappe görək kimə yaxınlaşacaq. Yəni adamın o qədər nüfuzu var ki, buna sanki salam verməkdən belə çəkinir orada məşqçilər. Deyəsən Kante ilə kiməsə görüşmədi. Bax belə bir şey oldu. Kimə görüşmədi? Əl uzatmadı. Çox böyük nüfuzu çəkisi var Mbappe'nin. Düzdür, sən düz deyirsən. Messi kimdirsə, Ronaldo kimsə, Mbappe də Fransa üçün odur. Görə, yəni ümumi olaraq mənim də dünya çempionu olaraq Fransanı istəyirəm və görürəm. Qrupun da təbii ki, favoriti Fransadır. Senegal da məncə burada biz zəif görməyəcəyimiz komandadır və İraqı dedim, bəs bayaq da qeyd elədim, İraqın da bu günə qədər xal olmayıb. İraq bu qrupun açıqlığı ən zəif komandasıdır. Burada ikinci Senegal və Norveç arasında seçim etsək, Senegal seçər. Ümumiyyətlə Afrika komandaları mən çox bəyənirəm. Onlar belə atletik futbol oynayırlar. Həm atletizm var, güc var, həm də ki texnika var da. Onlar bunun vəhdətdən. Amma ümumiyyətlə Afrika millilərində həmişə oyun intizamında biraz problem var da. Taktiki cəhətdən daha savadsız idilər, amma əvvəllərdə artıq Afrikalı futbolçular hamısı Avropada oynadığına görə taktiki cəhətdən də bilikli oldular. Amma mən burada açığı Norveçdən çox şey gözləyirəm. Məncə burada ikinci yer Norveç olacaq. Bax məsələn Afrika dedin, Afrika insanları. Belə baxanda Fransanın
əsas heyət bütöv hamısı Afrika kökənlidir. Hamısı Afrika. Əksəriyyəti bəli, əksəriyyəti. Demək olar odur da. Yəni orada sən sırf fransız baxanda deyənməsən ki, bu fransızdır, Afrika kökənli insanlardır və Afrika kökənli insanlarda dediyin kimi onun atletizm, qaçış, sürət, o ciyərlərinin o tutumu, qaçışı, nəfəs, yəni Seneqalı mən qrupun ikincisi görə və Seneqaldan sürpriz belə gözləyə bilərik. Mən elə düşünürəm. Amma liderimiz Fransadır təbii ki. Sözsüz. Gəldik J qrupuna. Burada son çempionumuz var. Argentinamız var, Avstriyadır, Əlcəzairdir, İordaniyadır. Yenə burada da mən bir qeyd aparmışam. İordaniya yenə tarixində ilk dəfə Dünya Kubokuna qatılan klublardan biridir. İordaniya bu qrupun çox aşkar zəif komandası. Təbii ki, burada Argentinanı favorit göstərir. Messi son Dünya Kubokudur Messinin. Ehtimal ki, elədi artıq. Görə bir dəfə nə edəcək? Məncə artıq belə deyim də, Argentina əvvəlki performansı göstərməkdə çətinlik çəkəcək. Messi açıq danışaq ki, qocalıb artıq. Yaşı Qocalığı bəli, 4 il əvvəl bəli. O deyil. Argentina məsələn dünya çempionu olanda mən çox sevindim Messi adına. Çünki Təbii ki. Messi mənim qəlbimdə xüsusi yeri var da. Yəni ömrümün 15 ili Messiyə baxmaqla keçdi. 15 ildə ömrümün ən gözəl 15 ildir futbolda. Yəni o insana baxıb zövq aldım mən həyatdan, futboldan. O baxımdan Messi, kaş hələ Messi məsələn bundan sonra 4 il sonraki dünya çempionu olsun. Heç nə eləməsin, otursun ehtiyatlı oyunçular skamyasına. O otursun elə belə məşq eləsin, yəni biz ona baxaq da. Yəni mən kaş çox istərdim ki, indi bu təbii ki bir illüziyadır, utopik bir fikirdir. Messi qocalana qədər olsun da yəni. Olsun, oynamasın, amma nə bilim məşq eləsin, top çiləsin, ona baxaq, zövq alaq. Bu Ronaldo üçün də aid eləyərsən? Yox. Yox, Ronaldo əlbəttə ki çox daha iyi futbolçudur, amma mən Messi fanatıyam. Söz. Mən üçün Messi başqa. Mən Ronaldo fanatıyam və mənə görə birinci yerdə Ronaldodur. Amma yəni Messini də yenə deyirəm, heç vaxt tarixdən silə bilməli və onun zəif oyunçusu heç kim deyə bilməz. Bu mümkün deyil. Burada yenə biraz bu mənə deyir, Argentinanın layiq olmadığı klubdur mənə görə. Mən istərdim Argentina daha qəşəng qrupda olsun. Məsələn burada İordaniya, Əlcəzair, Avstriya. Məsələn istəməzdim Argentina bu qrupda olsun, amma Argentina bu xeyrinədir əksinə. Qrupdan çünki şansı çox mən Argentina bu dəqiqə çox güclü olduğunu düşünmürəm. Mən də onu deyirəm. Burada məsələn bir-birinə yaxın komanda var. Avstriya da yaxşı komanda, ortada möhkəm komandadır. Amma Əlcəzair də çox qəşəng texnikal komandadır. Yəni burada da çətin olacaq bu qrupda ikinci yer uğrunda xüsusən. Amma bu qrupda sürpriz ola bilər. Ola bilər məsələn Argentina qrup lideri olmaya bilər. Avstriya nəsə eləyə bilər bu qrupda. Hə, Argentina ikinci ola bilər. Hər şey ola bilər, hər şey ola bilər. Ola bilər, amma Argentina bu il favoritlər arasında demək olar ki, yoxdur. Bəli, göstərir. Gəldik K qrupuna, K deyək. Burada da Portuqaliyadır, Kolumbiyadır, Özbəkistandır, Konqodur. Qrupun favoriti ürəyimizin favoriti burada Özbəkistandır. Hə, ilk dəfə olaraq qatılır. Bizimkilərdən də, yəni İlk dəfə qatılır, həqiqətən Özbəkistana uğurlar arzulayır. Adam insan yaxşı mənada biraz həsəd də aparır ki, özbəklər dünya çempionatına. Hə, doğrudandır. Biz amma San Marino ilə Malta ilə yoldaşlıq oynayırıq. İnşallah biz də bu problemləri həll edərik. Amma özbəklər belə deyim də, bizim mini futbol komandamız bu içimizdəki o həsrəti biraz söndürdü. Həqiqətən böyük iş gördülər, sağ olsun. Allah hər bir qəhrəmandır. Vallahi. Bax, Portuqaliya bir sən nədir bilmirəm. Elə bir PSG-ni gətirib qoymusan bura. Burada heyətin təxminən yarısı PSG-nin oyunçusu. Son çempionu gətirib qoymusan. Ortada 2 daya müdafiəsi, Cinan. Ben Kvaratskhelia çəkib çatmırdı. Onda şeylə Portuqaliya vətəndaşı elə bizə oldu PSG. Həqiqətən bax PSG-nin futbolçuları var Portuqaliyada. Vitinha'dır, Neves'dir. Mendes'dir. Mendes ay sağ ol da. Yəni beyinləri gətiriblər bura. Sonra Bernardo Silva var, təcrübəli falan. Seçim çoxdur Portuqaliya. Hə, PSG-ni gətirib qoyublar bura və bəlkə tarixin ən güclü Portuqaliya heyətidir bu. Məncə də. Və bu da PSG-nin sayəsində. Yəni orada problem bilsən nədir? Miri. Buyur. Ronaldo. Hə, qocalıb. Qocalıb, oynatmaqda problemdir, oynatmamaqda. Bax, bilsən Neymarı çağırdılar da milliyə. Gördün necə şey yaratdı, sensasiya yaratdı, hamı sevindi. Messini də çağırmalıydılar və Ronaldonu da çağırmalıdılar. Onlar ölkə üçün motivasiyadır da. Amma Neymar var məsələn üçün çağırılmanı çox sevirəm. Amma Neymar məsələn mən düşünürəm ki, böyük ehtimal ilk 11 başlamayacaq oyuna. Start heyətində oynamır. Bəli, zədəsini bərpa edir də, yəni başlamayacaq. Amma Ronaldo o qədər böyük ambisiyası var ki, o hətta başa düşsə ki, o artıq məsələn 90 dəqiqə oynaya bilməz də bir ehtiyatda qalıb sonradan çıxıb bir yarım saat komandaya xeyir verə bilər. Onunla razılaşmayacaq. Deyəcək ki, mən start heyətinə meydana çıxmalıyam. O heç şey, Ronaldo'nun öz bir ağırlığı var da. Amma sən mən nə demək istəyirəm? Ronaldo bu şey olanda, Avropa çempionu olanda
Məşqçini görsən necə o Zamendə idi, ehtiyatdaydı. Məşqçinin arxasında oradan göstərirdi, məşqçinin həyəcanını, oyunçulara taktika verirdi. Yəni deyirəm, Messi, Ronaldo bunlar oynamasa belə, otursa belə, yəni ehtiyatda bunlar bir motivasiyadır və mən düşünürəm ki, baxmağın da maraq olmaz. İnsanlar üçün də maraq olmaz ki, bunlar oynamırsa biz niyə baxaq? Və Ronaldo prinsipiallıq daha çoxdur. Sən onu düz deyirsən. Ronaldo istəyəcək ki, oynasın, axıra qədər oynasın, amma qocalıb. İkisi də Messi də qocalıb və ikisinin də son dünya kubokudur. Burada Portuqaliyanın ümumi olaraq dünya çempionatında favorit görsən, harasa bir gələcəyini düşünürsən? Yəni bəli, yəni Çempion ola bilər. ola bilərlər. Son qrupumuz El qrupudur. Burada da favoritlər arasında İngiltərədir, Xorvatiyadır, Panamadır, Qanadır. Burada yenə bizim 40 yaşlı veteran futbolçumuz var, Modric. Dünyanın futbolunun beyinlərindən biri. 40 yaş üstü oynayacaq futbolçulardan. Mən Modric'i çox bəyənirəm bu arada. Onu da demək olar son dünya kubokudur. Modric həm nəhəng futbolçudur, həm də o qədər sadə insandır ki, çox möhtəşəm. O videoları çobanlıq eləyib də o. Görmüsən uşaq vaxtı çobanlıqdan gəlib. Mən məsələn işimlə bağlı çox belə şansım olub da, mətbuat konfranslarında olmuşuq. Xaricdə burada bir çox futbolçuya yaxınlaşıb şəkil çəkdirə bilərəm. Tək-tük futbolçuya yaxınlaşıb şəkil çəkdirmişəm, onlardan biri də Modric. Çox, yəni həqiqətən necə ideal da, yəni xarakter olaraq da ideal bir insandır. Yəni baxanda bilinir ki, xarakter olaraq da sadə. Təvazökar insan. Burada da favoritimiz mən nəsə Xorvatiyanı İngiltərədən üstün görürəm, elə bir bilmirəm nəyə görə. Düzdür, İngiltərənin heyəti də bir güclüdür. Bax, çox adam İngiltərəni bu dünya çempionatının favoritlərindən biri görür. Mən görmürəm. Mən də görmürəm, amma çox adam görür. Bilsən niyə görə? Heyətdən də başqa İngiltərə indiyə qədər bəlkə də yaxşı bir baş məşqçi çatmırdı. Tuchel tapdılar. Bəlkə də Tuchel onları bir final oynada bilər. İngiltərədə mən sənə görürəm, gol kralı Kane-i. Kane işte o qol maşını. Mən elə bilirəm ki, Kane, yəni İngiltərə nə ilə yadda qalacaq Kane-ilə? Mən elə fikirləşirəm. Gol kralı ola bilər. Kane də artıq yaş elədi ki, 33-34-dür də. Bəlkə də onun da son dünya çempionatıdır. Olar, amma yenə də o məncə qolları yadımızda qalacaq. Bu dünya çempionatında Kane, Mbappé öz izini qoyub gedəcək. Mbappénin də gol kralı olma ehtimalı var məncə. Necə ki, öz liqasında da qollarla davam edirdi İspaniyada. Burada qrupun ən zəifi Panamadır. O heç bilmirəm. Hə, o heç. Qana yəni Afrika ölkəsi olduğuna görə mən onu zəif görmürəm. Hə, məncə də Qana həmişə yaxşı olur. Futbolçular da yəni hamısı belə Avropanın nəhəng klublarında olmasa, yəni orta səviyyələrdə oynayırlar. İtaliyada oynayırlar, Fransada oynayırlar, İngiltərədə oynayırlar. Və əslində çoxsunu tanımırıq. Bilmirik o Qanalıdır, amma güclü oyunçular belə bilmirik. Hə, Qanalı. Xorvatiya məncə əvvəlki Xorvatiya deyil. Biraz enişdədirlər onlar. Xorvatiya düzdür. Hə, enişlər var, oraya haqlısan, razıyam. Amma İngiltərə nə bilim, düzdür, İngiltərə baxanda heyətinə baxsaq kimlər var? Kane'imiz var, Jude ordadır. Çox oyunçu var. Məsələn, bax Jude əvvəlki performansında deyil də. İndi Jude Bellingham'a çox güvənirlər və s. amma gördük də zədədən sonra Jude o Jude deyil. Real Madriddə ümumiyyətlə o olmadı. Amma millinin əsas aparıcı, bəlkə də liderlər, yəni Kane ilə bərabər əsas lideri elə Bellingham'dır. Sonra kim? Saka. Çox deyil onun üçün. Saka, yəni Declan Rice amma biraz şişirdilmiş oyuncudur mənə görə. Məncə o biraz 2 qol vurdu Real Madridə. Ondan sonra elə bir ki, birdən-birə Rice-dan çox adam danışmağa başladı. Rice-ı şişirdilər məncə də. Yenə deyirəm, İngiltərənin də heyəti zəif deyil, mükəmməldir, amma Xorvatiyada mən bu qalsın bu videonun yaddaşında Xorvatiyadan sürpriz gözləyirəm, İngiltərə nəsə ikinci görürəm. Səndən onsuz bayaqdan dəfələrlə soruşmuşam, sən çempionun İspaniyadır dediyin kimi. Fransa və İspaniya, yəni konkret birinin adını çəkə bilmirəm. Bax belə deyək də, birinci, ikinci və üçüncü kimlərdir sənin üçün? Biraz çətindir bunu demək. Məncə üçüncü yer belə deyim də, sürpriz bir komanda ola bilər. Kim? Bilmirəm, məsələn Xorvatiya üçüncü olsa bunu sürpriz adlandıra bilərik. Məncə adlandıra bilərik də. Olar ha, təbii ki bu. Bax Xorvatiya ola bilər. Bəlkə bir Norveç ola bilər. Bəlkə bir Afrika komandası ola bilər, Afrika millisi. Belə. Sənə çox böyük təşəkkür edirəm. Həqiqətən səninlə bu gün bu dialoq yaratmaq, müzakirə qurmaq mənim üçün çox maraqlı oldu. Buyur, mən dəvətinə təşəkkür edirəm. Və inanıram ki, biz yenə görüşəcəyik, yenə başqa müzakirələr aparacağıq, başqa verilişlərdə görüşəcəyik. Belə, sənə təşəkkür edirəm. Son olaraq izləyicilərimizə bir sözün, bir fikrin varsa, biraz futbola çox baxsınlar. Yəni hər şeyə inanmasınlar. Məsələn, ən çox bunu bookmaker oynayanlar deyirlər ki, bu oyunu fırladırlar, hesablar, manipulyasiya edirlər.
çox da deyilən qədər deyil də bu söhbətlər. Varsa belə hər oyunda bunu eləmirlər. Biraz futboldan zövq alsınlar. Biraz uşaqlıq dövrlərinə qayıtsınlar. Uşaqlıqda necə maraqla oturub futbola baxırlar. İndi heç kim futbola baxmır. Əllərində telefon belə qulaqlarını eşidirlər ya eşitmirlər. Sonradan məsələn Azərbaycan Malte'nin uduzda yollaşdı oyunda düzü 0-2. Millimizi tənqid edənlər bəlkə 90-95% oyuna baxmayıb. Ancaq hesaba görə tənqid edir. Yox, baxmır. Halbuki bizim həmin oyunda bəlkə 7-8 yəni 100% qol epizodumuz vardı. Boş qapıya vura bilmədik. Tirdən qaydan toplar var idi. Çox haqlı fikirdir. Biraz nəticəyə baxıb danışmasınlar, futbola baxsınlar, futbolu biraz dərindən anlamağa çalışsınlar. Növbəti verilişlərdə görüşərik. Sağ olun, özünüzdən müğayət olun.